Siz bu kitabdan, Qurandan sorğu-sual olunacaqsınız. Onlara kifayət eləmirmi? İndi isə sorğu-sual olunacağımız, açıq-aydın olan, miriyə yetməyən və sərf etməyən ayələrlə tanış olaq. Əvvəlki qiblə barədə sualımıza hələ də Qurandan cavab gəlməyib. Nisa surəsində buyurur ki, kim ona dəlillər gələndən sonra Rasuldan üz döndərsə, və mən yuşaqiqir rasulə, kim Rasuldan üz döndərsə, min bə'di mə təbəyyənə ləhul hudə, ona hidayət bəyan olandan sonra. Yaxşı, bunu götürək Quran. Orada Rasulullah, yaxşı, sizin şeylə Quran. Və yəttəbi qayrə səbilil müminin. Möminlərdən qeyrisinin yola tabi olsa Allah deyir Quran. Sizə görə möminlər kim deyil Quranilər? Və kimlər olub Allah Rasulun vaxtında? Abu Bakır mı olub, Ömər mi olub, Osman mı olub, Əli mi olub, radiyallahu anh? Deyirlər Allahın kitabı bəsdir. Allah deyir, yox, bəs deyil. Peyğəmbərə tabi olmaq, bir də möminlərin yolu var Allah deyir. O möminlər kimdir, yaxşı? Allah deyir bu ki, biz sənin üzərində zikri nazil etdik ki, onlara nazil olanı, yəni Quranı bəyan edəsən. Biz sənə zikri nazil etdik ki, onlara nazil olanı bəyan edəsən. İki dənə şey nazil olub burada, qardaş. Açıq aşkar ayədə Nəhl surəsi. Bəyan eləyəsən. Necə bəyan eləsin Peyğəmbər s.ə.v zikri? Məsələn, ayə nazil olub ki, 3 nəfərin tövbəsi qəbul oldu. Bu ayəni Peyğəmbər necə bəyan eləsin? Ümumiyyətlə, bu ayə nazil olmamışdan qabaq məsələlər oldu. Ayə sünnəyə görə nazil oldu. Hədisə görə nazil oldu. Hələ biz danışmırıq hədis inkar edən firqələrdən. Hədis inkar edən firqələr olub. Əslində bu məsələlərin başlanğıcı firqələrdən gəlib. Cavabsız suallar damız. Cavab da yoxdur.